Keçən həftəmiz mübarək Ramazan ayının son cüməsinə düşmüşdü. Bugünkü cüməmiz yeni hicri qəməri təqvimi ilə Şəvval ayının ilk cüməsidir və milad təqvimi ilə elə bu ayın yenə ilk cüməsinə təsadüf edir. Uca Rəbbimizdən dilək və istəyimiz budur ki, Allah bu mübarək günü bütün müsəlmanlara, Peyğəmbər sallavatullahın ümmətinə, bizlərə mübarək qərar versin inşallah. Və cümə günü Seyyidül Əyyamdır, həftə günlərinin ağasıdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli, ən nurani bir gündür. Allah bu günü həqiqi mənada yaşayıb, dərk edib və bu günün savab və fəzilətlərindən faydalanan kəslərdən bizləri qərar versin inşallah.